Qrenlandiya dünyanın ucqarında yerləşən və buzlarla örtülmüş nəhəng bir adadır. Ümumi sahəsi 2 milyon 166 min kvadrat kilometrdir. Lakin ölkənin ərazilərinin böyük hissəsi əlverişsizdir. Torpaqlarının 80%-dən çoxu buzla örtülüdür və orada yaşayan insanlar üçün bura dözülməz dərəcədə soyuqdur. Qrenlandiya Atlantik okeanın şimalında yerləşir və tam müstəqil bir ölkə deyil. Muxtar quruluşa malikdir və Danimarka krallığına bağlıdır. Elə buna görə də Qrenlandiya sakinləri Danimarka mədəniyyətinin izlərini daşıyırlar. Ölkənin paytaxtı və ən böyük şəhəri Nuuk adlı yaşayış məntəqəsidir. Paytaxtda cəmi 20 minə yaxın insan yaşayır. Qrenlandiyanın ümumi əhalisi isə təxminən 60 min nəfərdən ibarətdir. Bəs bu insanlar buzla örtülmüş, quru ilə heç bir əlaqəsi olmayan bu adaya necə gəlib çıxıblar? Təxminən 1200 il əvvəl Norveçli və İslandiyalı dənizçilər Qrenlandiyanı kəşf etdilər. O vaxta qədər Avropalılar üçün Qrenlandiya tamamilə naməlum idi. Ərazinin son dərəcə soyuq olmasına baxmayaraq, ehtiyac zamanı sığınılacaq və ticarət nöqtəsi ola biləcək yer olduğuna inanırdılar. Sonrasında Norveç və Danimarka dənizçiləri tərəfindən Qrenlandiyaya çox sayda insan köçürüldü. Hətta o dövrlərdə belə Qrenlandiyanın əhalisi 2000 nəfərə çatmışdı. Daha sonra ticarət və koloniyalar quruldu və Skandinavlar ticarət və kənd təsərrüfatını inkişaf etdirməyə çalışdılar. Amma uzun müddətli uğur əldə edə bilmədilər. Əksinə, düşünüldüyü kimi Qrenlandiyada əhalinin artmasının əsas səbəbi soyuq deyildi.